Salam tarix həvəskarları. Əgər tarixi sevirsinizsə, Dədə Qorqud dastanındakı Proto-Alban dilini bilməlisiniz. Proto-Alban dili Azərbaycanda əsrlər boyu geniş yayılmışdı. Dədə Qorqud dastanında istifadə olunan əsas dillərdən biridir. Dastan qədim Albaniyanın 24 türk və 2 qeyri-türk tayfasını, o cümlədən Albanları əhatə edir. Maraqlıdır ki, türk tədqiqatçı Ergin Dastanda Alpanları əvvəlcə Alplar kimi səhv tərcümə etmişdi. Sonradan səhvini etiraf edərək orijinal əlyazmalarda Alpanlar olduğunu təsdiqlədi. Fransız şərqşünası Yevgeni Bor da Alban əlifbasını kəşf etdi. Onun erməni əlifbası ilə əlaqəli olduğu iddialarını təkzib etdi. Onun tapıntıları Azərbaycanın dil irsini anlamaqda çox vacib idi. Proto-Alban dili digər türk dilləri ilə qarışaraq müasir Azərbaycan dilinin əsasını təşkil etmişdir. Qıpçaq və Qarlıq Uyğur dillərinin təsirinə baxmayaraq, onun özəyi Oğuz olaraq qalır. Beləliklə, növbəti dəfə Dədə Qorqudu oxuyanda unutmayın ki, bu sadəcə bir hekayə deyil, bu dil xəzinəsidir.